Bismillahirrahmanirrahim. Bir neçə gün sonra dünyanın müxtəlif yerlərində və eləcə də ölkəmizdə miladi təqvimin dəyişməsi qeyd olunacaq. Hər il dekabr ayının sonu yaxınlaşdıqda sanki bir canlanma olur. İnsanlar hər gün getdiyi bazara bu səfər başqa bir ab-hava ilə gedir. Hər gün aldığı şeyi başqa bir həvəslə alır ki, bəs bayram gəlir, yeni ilə yaxşı gedək. Hər il bu haqda danışılır. Bəs bizim bayramımız Ramazandır, Qurbandır. Bu bayram bizim deyil, xristianlıqdan bizə keçmiş adətdir və s. Bunu təəccüblə qarşılayanlar da olur, anlayışla qarşılayanlar da olur. Təəccüblə qarşılayanlar deyir ki, bizə nə xristianın bayramından? Biz müsəlmanıq, sadəcə yeni ilin dəyişməsini qeyd edirik. Axı niyə? Nə üçün ilin dəyişməsi sırf 31-dən 1-nə keçən gecə qeyd olunur? Bunu kim tərtib edib və kim seçib? Bizlər miladi təqvim dedikdə nəyi nəzərdə tuturuq? Milad nədir? Nə üçün bu şəkildə adlanıb, heç araşdırmışıqmı? Məgər bu təqvimin adı Qriqoryan təqvimi deyilmi? Bu təqvim Avropada qəbul olunan Julien təqviminin əvəzinə 13-cü Qriqorius tərəfindən tərtib etdirilən təqvim deyilmi? Və bu təqvim bizim tariximizi eramızdan əvvəl və eramızdan sonra deyə bölən təqvim deyilmi? Məgər bu təqvim Həzrəti İsa'nın doğumunu öz inanclarına əsasən başlanğıc kimi alan təqvim deyilmi? Bəzən bizə etiraz edirlər ki, bu bayram əslində dekabrın 25-i qeyd olunur. Yəni 31-dən 1-nə keçən gecə ilə heç bir əlaqəsi yoxdur. Bəli, biz bunu bilirik və digər kilsə nümayəndələri tərəfindən yanvar ayında da qeyd edənlər var. Yəni 25-dən yanvarın 7-sinə, 8-nə qədər müəyyən bir vaxt aralığı var. Və bu inanclara əsasən biraz araşdırsaq, bu məsələnin qədim Roma mifologiyasında Tanrının doğumu ilə yaxından əlaqəli olduğunu görürük. Təbii ki, bu məsələ geniş və araşdırmaq istəyən üçün kifayət qədər açıqdır. Bu məsələni bir qırağa qoysaq, bu günlərdə edilən əməllərin cəmiyyətimizi necə pozduğunun, insanlar arasında, xüsusilə də gənclərin bu gecəki əyləncəsi, içkisi, qumarı, zinası sübhə qədər davam edir. Və səhər şəhərə elə bir sakitlik çökür ki, sanki insanlıq yox olub. Bəli, əslində yox olur, lakin insanlar yox, milli və mənəvi dəyərlərimiz yox olur. Gecəni səhərə qədər gecə klublarında, musiqi sədaları altında əylənən insanlar həm dünyəvi, həm də uxravi olaraq özlərini məhv edirlər. Bu gün əslində digər bir dinin bayram günü olmaqdan çıxıb, insanların günahları toplu şəkildə etmiş olduğu bir günə çevrilib. Düşünün ki, elə insanlar var ki, sırf bu günü gözləyir ki, necə deyərlər, yaxşıca əylənsin və istirahət etsin. Əyləncəsi nədir? İçki, qumar, zina və s. Bəlkə də bunları hər ay və yaxud da hər gün edir. Lakin sırf bu günü xüsusilə gözləyir ki, bəlkə də həmin günü öz vicdanını burada nə var ki, hamı eləyir də deyərək daha rahatlada bilir. Sözümüz səhv başa düşülməsin. Problem gündə deyil, o günə verilən əhəmiyyətdə və o gün edilən əməllərdədir. Bizlər də hal-hazırda bu təqvimdən istifadə edirik. Bir müsəlman olaraq bizə düşən odur ki, keçdiyimiz illərdə nə etdik? Allahla aramızı yaxşılaşdırdıqmı? İbadətlərdə gerilədikmi, yoxsa irəlilədikmi? Qoyduğumuz məqsədlərə çata bildikmi? Və gələcək il hansı məqsədlərə sahibik? Bu məqsədlərə çatmaq üçün nə etməliyik deyə düşünmək və əgər müsəlman olduğumuz halda Allaha itaətdən və ibadətdən uzaqsa, bu ili Allaha ibadətlə və itaətlə keçirəcəm deyə niyyət etməkdir. Təbii ki, bu məsələ dini inancı olan müsəlmanlara aiddir. İnancı olmayan və yaxud da digər bir dinin nümayəndələrini biz qınaya bilmərik. Qayəmiz bu məsələdə məlumatsız olduğu üçün bu şeylərə etinasız yanaşan müsəlmanları xəbərdar etməkdir. Elhamdülillahi Rabbil aləmin.